Salam yoldaşlar, bu gün sizlərlə aşağı əsgərdən olan sınağın izahına baxacağıq. Gəlin başlayaq. Deyir ki, birinci dağlar qoşması ilə bağlı səhv fikri seçin. Dağların təpəsindəki qar xəstə insanlar üçün faydalı hesab edilir. Bu fikir doğrudur. Deyir ki, orada müəllif qeyd edir ki, xəstə üçün dağların təpəsində qar olur. Yəni bir növ onlara faydalı olduğuna toxunmuş olur. Dağların bəzən insanları peşman etdiyindən bəhs edir. Bəli, doğrudur. Deyir ki, hərdən deyir qeyzəcələr, nahaqqa neylər, nə bilim insanları deyir ki, gəlib gedəni peşman eylər. Orada toxunulmuş olur. Yəni bir növ deyir ki, elə bil məsələn dağlarda hər hansı bir belə deyək də fəlakət nəticəsində orada insanların ölməsinə, başlarına nəsə gəlməsinə toxunmuş olur. Müəllif sonda özünü poema qəhrəmanına bənzədir. Bəli, deyir Ələsgər Məcnun tək yerdən yaralı, yəni orada özünü Məcnuna bənzətmiş olur. Leyli Məcnun poemasının yəni qəhrəmanına bənzədir. Əsərdə bütün fəsillərin adı çəkilərək hər birində dağların aldığı görkəmin təsviri verilir. Bu fikir yanlışdır. Çünki orada bax yazın adını çəkir. Ondan sonra yayın da adını çəkir və payızın da adı çəkilir. Ancaq qışın faktiki olaraq adı çəkilmiş olmur. Sadəcə olaraq qışı təsvir edəndə deyir ki, ağ xələt bürünər, zərnişan geyməz. Faktiki olaraq orada qışın adını çəkmir. Ona görə D variantında verilən fikir yanlışdır. Gül Nərgizin ayrılıqdan saraldığı qeyd olunur. Bəli, deyir ki, firqətindən, yəni ayrılığından Gül Nərgizin saraldı. Yəni bir də olacaqdır cavab D variantında verilən fikir. Sonra ikinci dağlar qoşmasıyla bağlı səhv fikri müəyyən edin. Qoşmanın janrının tələbinin pozulduğu bənddə bədii sualdan istifadə edilmişdir. Bəli, belə ki, əsərin ikinci bəndində qoşma janrının tələbi pozulmuşdur. Normalda qoşma 11 hecalı bir şeir janrıdır. Ancaq Dərdməndlər göstər tez bağrı çatlar hissəsində 10 hecadan istifadə edilərək qoşma janrının tələbi pozulmuşdur. Həmin hissədə də bədii sual var. Deyir ki, bəs daha hanı mən gördüyüm qurğu bisatlar. Orada bədii sualdan da istifadə edilibdir. Bu düzdür. Əsərdə müəllif dağ adları yanaşı yayla adda çəkmişdir. Bəli, bu məsələn Kəpəzmurov, Qonurd, Qoşqardı, Həsən nənə, Həsən baba dağ adları, bir də Xaçbulaq yaylağının adı çəkilir. Müəllif özünü məzəmmət etməsinə yer verilmişdir. Bəli, deyir ki, arsız aşığı siz niyə yaşadı? Özünü Ələsgər tək qulların dağlar. Bütün bəndlərdə bədii xitabdan istifadə edilmişdir. Bəli, burada dağlar bütün bəndlərində bədii xitab var. Müəllif əvvəlcə gördüyü qurğu bisatlarla indikilər arasında fərqlərdən kədərlə bəhs edir. Bu fikir yanlışdır. Çünki indi qurğu bisatları görmədiyindən təsvirlənmiş olur. Ona toxunur. Yəni orada deyir ki, hanı mən gördüyüm qurğu bisatlar? Yəni yoxdur artıq mənim gördüyüm əvvəlki qurğu bisatlar yoxdur. Məsələn, gördüyü qurğu bisatlardan bəhs eləyir desə, ona görə yanlış olacaqdır. Deməli oldu 2-də E variantı. Uyğunluğu müəyyən edin. Birinci dağlarla ikinci dağların müqayisəsi hər ikisinə yalnız birinə, heç birinə aid deyil. Deyir ki, bütöv söz prinsipi bəzi bəndlərdə pozulmuşdur. Bu heç birinə aid deyil. Çünki ümumiyyətlə biz qeyd eləmişdik ki, heca vəzinli şeirlərdə bütöv söz prinsipi heç vaxt pozulmur. Pozula bilən vahid bölgü prinsipi idi. Bütöv söz prinsipi heç vaxt pozula bilməz. Deməli, bu heç birinə aid deyil A variantında verilən fikir. Bahar fəslində dağların aldığı gözəllik vəsf edilir. Bu hər ikisinə aiddir. Məsələn, deyir ki, bahar fəsli yaz ayları gələndə dağların süsənli, sümbüllü, laləli olmasına toxunulur və yaxud da o birində də ikinci dağlarda da bir ay yarım nobahardan keçəndə dağların elə bir deyir ki, köksündə sellərin nə bilim car olur, dəryalar deyir ki, çalxalanır, qazlar çırışır, zəmzəm zümzüməli göllərini təsvir eləmiş olur. Aid olduğu janrın tələbi pozulmuşdur. Bu ikinci dağlar qoşmasına aiddir. Yəni yalnız birinə aiddir. Belə ki, orada da bayaq da qeyd elədim ki, 10 hecadan istifadə edilibdir. Dağların dumanlı olmasına toxunulur. Bu da hər ikisinə aiddir. Məsələn, birincidə deyir ki, gahdan tiskin tökər, gah duman elər. İkincidə də deyir elə kişər gəldi, qaraltdı qaşı, dumana qərq olur dağların başı. Məzmununa sən əsərdə möhürbənddən istifadə edildiyi müəyyən edə bilər. Bu heç birinə aid deyil. Çünki əsərin möhürbəndin olduğunu biz əsərin məzmununa yox, forma xüsusiyyətlərinə görə müəyyən edirik. Yəni orada müəllifin adını və yaxud da təxəllüsünü istifadə eləməsinə müəyyən edirik. Müraciətdən istifadə edilibdir. Bu da hər ikisinə aiddir. Hər iki belə deyək də dağlarda müraciətdən istifadə edilibdir. Deməli bir də sadəcə olaraq birinci dağlarda elə bil ki 3 müxtəlif bənddə, belə ki 3, 4 və 7-ci bəndlərində, ikinci dağlar isə bütün bəndlərində müraciətdən istifadə edilibdir. Deməli 1-ə olacaqdır B, D, F, 2-yə C, 3-ə A və E. O da hardadır? B variantında verilən cavabdır. Deməli 3-də olacaqdır cavabımız B variantı. Birinci dağlar qoşmasında nöqtələrin yerinə yazıla bilməz. Vahid bölgü prinsipi pozulmuşdur. Bəli, doğrudur. Belə ki, orada əsasən bölgü 6-5 şəklində olsa da, məsələn, bahar fəsli yaz ayları gələndə hissəsində elə 4 üstə gələk 4 üstə gələk 3 formasındadır. Yəni vahid bölgü prinsipi pozulub 4-4-3 formasında da yer verilibdir. Dağlar sözü həm rədif, həm də xitab kimi istifadə edilmişdir. Bəli, 3, 4 və 7-ci bəndlərdə dağlar sözü xitab kimi istifadə edilibdir. Cəmaətin dağlara səfər etməsindən danışılmışdır. Bəli, deyir ki, yazın bir aydır
çox yaxşı çağın, kəsilməz çeşmədən gözəl yığınağın. Dağların gözəlliyindən ilhamlanan şairin dağlarda sevincli halda dolaşdığı təsvir edilmişdir. Bu yanlışdır. Orada elə demir. Deyir ki, deyir Ələsgər Məcnun tək yardan yaralı, gəzər səndə dərdli nalalı dağlar. Yəni orada sevinclə gəzdiyinə toxunmur. Dağların insanlar arasında fərq qoymadığına toxunulmuşdur. Bəli, doğrudur. Deyir ki, yoxsul ərbabı şaha gədanı tutmaz bir-birindən aralı dağlar. Deməli, burada oldu D variantı. Bir ay yarım Navbahardan keçəndə misrası ilə başlayan dağlar qoşmasına aid düzgün fikri müəyyən edir. Yəni, ikinci dağlar qoşması ilə bağlı düzgün fikir istəmiş olur. Əsərin bütün bəndləri bədvin ovqatla seçilir. Bu fikir yanlışdır. Çünki birinci bənddə tərənnüm var. Yəni, orada bədvinliklə bağlı hər hansı bir şey yoxdur. Əsərdə yeganə müraciət obyekti dağlar sözdür. Bu da səhvdir. Belə ki, əsərdə deməli, 4-cü bənddə Dəli Qoşqar deyə müraciət edir. Qoşmanın yalnız bir bəndində müxtəlif dağ adları çəkilmişdir. Bu da yanlışdır. Çünki orada həm Kəpəzmurov qonur, o hissədə var müxtəlif dağ adları, həm də Həsənəli Həsən baba olan hissədə var. Müəllif kədər şəxsi mahiyyət daşımışdır. Yanlışdır. Şəxsi yox, ictimai mahiyyət daşıyırdı. Müəllif öz kimləri ölüm arzulamışdır. Bəli, doğrudur. Deyir ki, Narsız aşığı evsiz niyə yaşadı? Ölsün Ələsgər tək qulların dağları. Deməli, variant oldu. E variantı. Cədvəldən uyğunluğu müəyyən edin. Uyğunluğu istəyirsə, nə seçəcəyik? Doğrudan, doğru, yanlışdan, yanlışı. Müəllif dağların halının kədərli olduğundan ürək ağrısı ilə bəhs edir. Bəli, deyir ki, niyə pərişandır? Halların dağlar düzdür. Müəllif Qoşqar dağına alqış edir. Bəli, deyir ki, üstünə nur yaxsın ay Dəli Qoşqar. Əsərdə yalnız bir fəslin adı çəkilmişdir. Bu da yanlışdır. Baharından yayın adı çəkilmiş olur. Deyir, yayın ortasında yağdırırsan qar. Müəllif heyvanların dalaşmasına da toxunmuşdur. Bəli, düşəndə deyir ki, ürcülə, yəni canavarla itin davasına toxunmuş olur. Deməli, burada fikirlər deməli, doğrudan doğru seçəndə bir dənə 1 olur, səhvdə də səhv variant yoxdur. Denən cavabımız yalnız olacaq 1, yəni C variantı. Yazın bir aydır çox yaxşı çağın, kəsilməz çeşmənin gözəl yığınağın, axtarma motalın yağın, qaymağın, zəmbur çayından bal alı dağlar verilmiş nümunələ bağlı səhv fikirləri müəyyən edin. Arıların zəmbur çiçəyindən bal alması sualla təsvir edilmişdir. Bu yanlışdır. Çünki elə buradakı zəmbur sözünün özü arı deməkdir. Yəni gül adı deyil, elə arı mənasında işlənibdir. Bənddə bədii xitabdan istifadə edilmişdir. Bəli, deyir ki, zəmbur çiçəyindən bal alı dağlar deyə xitab edir. Dağlarda yağı və qaymağı axtarmağın faydasız olduğundan bəhs edilmişdir. Bu da yanlışdır. Çünki deməli, orada demir ki, dağlarda yağla qaymaq axtarmaq mənasızdır. Orada işlədilən axtarma sözü motalın adıdır. Misradaxili bölgüsü 6-5 şəklindədir. Bu da düzdür. Burada 6-5 şəklində deməli gedibdir. Sonra metafordan istifadə edilmişdir. Bəli, məsələn, dağlardan, daha doğrusu arıların güllərdən çiçək alması, arıların deməli güllərdən çiçək alması nə idi? Deməli, arıların güllərdən bal almasına toxunulmuşdur. Həmin hissədə metafor var. Deməli, bu yüzdən səhv fikirlər istəyirdi. Burada cavab deməli 1 ilə 3 olacaq. PDF-də səhv gedib. 1 ilə 4 yox. B variantını 1 ilə 3 şəklində nəzərə alarsınız. Yəni, cavab olacaqdır B variantı. Yenə dediyim kimi 1-4 yox, 1-3 formasında nəzərə alarsınız. Cədvəlin yalnız bir xanasına yazıla biləcək fikirlərin sayını müəyyən edin. Birinci dağlar, ikinci dağlar. Əsərdə heyvan adları çəkilmişdir. Bu hər ikisinə aiddir. Məsələn, birinci dağlarda arı adı çəkilir, zəmbur. İkinci dağlarda da qazdır, nə bilim, atdır, canavardır, itdir. Bunların adları çəkilmiş olur. Yayda dağların qar yağdırması təsvir edilmişdir. Bu ikinci dağlar qoşmasına aiddir. Deyir ki, yayın ortasında yağdırırsan qar, üstünə nur yaxsın ay Dəli Qoşqar, yayın ortasında yağdırırsan qar. 4-4-3 bölgüsündən də istifadə edilmişdir. Bu hər ikisində 4-4-3 bölgüsündən var. Məsələn, hər ikisinin başlanğıcı 4-4-3 bölgüsündə başlamış olur. Birinci bəndin birinci misrası. İctimai mahiyyətdə qələmə alınmışdır. Bu heç birinə aid deyil, çünki hər ikisi təbiət mövzusundadır. Əsərin yalnız 3 bəndində müraciətdən istifadə edilmişdir. Bu birinci dağlar qoşmasına aiddir. 3, 4 və 7-ci bəndlərdə müraciətdən istifadə edilmişdir. Deməli, say etibarilə 2, o da cavab olacaqdır. B variantında verilən. Birinci dağlar qoşmasından fərqli olaraq ikinci dağlar qoşmasında dağlar vətən idealı kimi simvolizə edilir. Bu hər ikisi dağlara aiddir. Yəni fərqli cəhətlər deyil, oxşar cəhətləridir. Dağların nahıqqan etməsinə toxunulur. Bu birinci dağlara aid deyil. Daha doğrusu birinci dağlara aiddir, ikinci dağlara aid deyil. Bizə deyir ki, birinci dağlar qoşmasından fərqli olaraq ikinci dağlardır. Yəni ikinci dağlara aid olanı tapın, amma bu biri aiddir. İnsanların dağlarda yığınacaq qurmasından bəhs edilir. Bu da birinci dağlara aiddir. Xana dönən dağların təsviri verilir. Bu da birinci dağlara aiddir. Gözəllərlə bağlı məqamə toxunulur. Bu ikinci dağlardadır. Orada gözəllərlə bağlı deyir ki, artıq deyir sənin köyüsündə türfə gözəllər çıxıb seyr eləmirlər və onlar deyir ki, buxağa, yəni sinələrinə gülləri deyir ki, sancmış olmurlar. Deməli, orada E variantında verilən fikir ikinci dağlar qoşmasına aiddir.
İkinci dağlar qoşması isə səhv fikri müəyyən edin. Əsərdə məzmun və forma vəhdəti sonacan gözlənilmişdir. Doğru fikirdir. Son bənddə təşbehdən istifadə edilmişdir. Bəli, ölsün Ələsgər tək qulların dağları. Müəllif əsərdə Dərdəhlinin başına gələcək hadisədən danışmışdır. Bəli, deyir ki, əvvəllər deyir mən gördüyüm quru büsatlar indi yoxdur və dərdiməndlər, yəni Dərdəhli deyir bunu görsə bağrı çatlayacaq. Əsərin yalnız 2 bəndində heyvan adı çəkilmişdir. Bu fikir yanlışdır, çünki 3 bəndindədir. Biri birinci bənddir, deyir çığırışır qazlar. Biri ikinci bənddir, deyir ki, kişnəmir atlar. Biri də deməli hansı bənddə idi? Gürcülər deyir ki, Kəlbin savaşı düşmüşdür. Həmin hissələrdə, yəni 2 bəndində deyil. Dağların başını duman almasına toxunmuşdur. Bəli, deyir dumana qərq olur dağların başı. Deməli, D variantı oldu. Yanlış cavab. Bahar fəsli yaz ayları gələndə Misralı dağlar qoşmasına aid hansı fikir səhvdir? Yəni birinci dağlar qoşmasına aid səhv fikir tapmalıyıq. Əsərdə müxtəlif gül adları çəkilmişdir. Düzdür, Süsən, Sümbüllü, Laləli dağlar. Payızın soyuğunun təsirindən bəhs edilir. Bəli, deyir ki, payızın zəhməri, yəni soyuğu viran edir və üstündən deyir əzəmətini, cəlalını dağıdır. Əsərdə qışın adı çəkilərək qışda dağların füsunkar gözəlliyi göz önündə canlandırılır. Qışın adı çəkilmir. Sadəcə olaraq orada qışı təsvir edəndə deyir ki, ağ xələt bürünə zərnişan geyinməz. Dağların çox qüdrətli olduğu əyilməzliyi təsvir edilmişdir. Bəli, deyir ki, Sərdara söz deməz, şaha baş əyməz, qüdrətindən səncarlı qalalı dağlar. Dağların çeşməsində su həyat suyu kimi mənalandırılır. Deyir ki, çeşməsində ab həyat, yəni həyat suyu car olur. Daha sonra 12. Yanlışlığa yol verilmiş bəndi müəyyən edin. Bahariyədə olduğu kimi birinci dağlar qoşmasında da müxtəlif gül adları çəkilmişdir. Bəli, doğrudur. Məsələn, Süsəndir, Sümbüldür, Lalədir kimi adlar çəkilmişdir. Durnalar şeirində olduğu kimi ikinci dağlar qoşmasında da rədif həm də bədii xitab kimi çıxış eləmişdir. Bəli, istər Durnalar şeirində, istərsə də ikinci dağlar qoşmasında dağlar sözü məsələn burada da həm rədifdən bədii xitabdır. Orada da Durnalar həm rədifdən həm də bədii xitabdır. Harf yoxdur qoşması kimi ikinci dağlar qoşmasında da qoşmanın tələbi pozulmuşdur. Bəli, harf yoxdur da deməli 12 hecadan istifadə edilibdir. Kür qırağının deməli Əcəb Seyranigahı var hissəsində. Burada da ikinci dağlarda 10 hecadan istifadə edilibdir. Dedi nəticə əsərində olduğu kimi hər iki dağlar qoşmasında da möhür bəndlər istifadə edilmişdir. Bəli, doğrudur. Deməli, yəni müəllifin adına və ya da təxəllüsünə yer verildiyi bəndə möhür bənd deyirdikdə bunun hər ikisində istifadə edilibdir. Çaharca əfsanəsində olduğu kimi birinci dağlar qoşmasında da dağ adı çəkilmişdir. Bu fikir yanlışdır. Çünki düzdür, Çaharca əfsanəsində Ulu dağın adı çəkilir. Amma burada birinci dağlarda yox, ikinci dağlarda müxtəlif dağ adlar çəkilmiş olur. Ona görə variantı yanlışdır. Birinci dağlar qoşmasına aid olan düzgün fikri müəyyən edin. Dağlar çənli dumanlı təsvir edilmişdir. Elə bu fikir doğrudur. Deyir ki, da bəs gahdan tiskin tökər, gah duman eylər. Dağların bütün fəsillərdə əzəmətli olması təsvir edilmişdir. Bu yanlışdır. Çünki orada deyir ki, payızın deyir soyuğu viran qoyur və deyir üstündən dağ əzəməti, yəni cəlalı deyir ki, dağıtmış olur. Əsərin yalnız bir bəndində 4/4 bölgüsündən istifadə edilmişdir. Bu yanlışdır. Birinci bənddə də var, ikinci bənddə də var. Yəni 2 bənddə var. Məsələn, fakt olaraq deyə bilərik. Ondan sonra sonuncu bənddə də var 4/4 bölgüsündən. Yəni yalnız bir bəndində deyil. Dağların bəzən nahaq qan etdiyi kimi insanların xətrinə dəyməsinə də toxunulmuşdur. Nahaq qan eləməyi var, amma deyir ki, heç kəsi dindirib, deyir keyfinə dəymir. Yəni insanların xətrinə dəymədiyindən bəhs eləmiş olur. Əllərin yaz fəslində dağlara köç etməsinə toxunulmuşdur. Burada dağlara köç etməkdən toxunulmur. Deyir ki, ellər deyir artıq səndən köç eləyir. Yəni bir növ belə deyək də, ellər deyir köçür və səndən aralı düşmüş olur. Yəni dağlarda belə deyək də köç eləməsindən ellərin bəhs edilmiş olmur. Bir ay yarım Nobahardan keçəndə Misralı dağlar qoşmasına aiddir. Yəni ikinciyə. Yalnız bir bənddə müxtəlif dağ adları çəkilmişdir. 2 bənddə deməli Murov, Qonurul olan yerdə, Həsənin Həsənbab olan yerdə yalnız həm bədii xitabdan həm tək həm də cüt misralarda istifadə edilmişdir. Yanlışdır. Yalnız cüt misralarda 2-ci və 4-cü misralarda istifadə edilibdir. Müəllif daha doğrusu 1-ci, bir də deməli 4-cü bənddə hər iki misrada 2 ilə 4-də istifadə edilibdir. Digər yerdə qalanlarında yalnız 4-cü misrada xitabdan istifadə edilibdir. Əsərin 2 bəndində bənd daxilində müxtəlif heyvan adları çəkilmişdir. Deməli bu fikir də yanlışdır. Çünki orada bir bəndində 2 müxtəlif heyvan adı çəkilir. Məsələn, bir bəndində təkcə qazın adını çəkir, digər bir bəndində atın adını, digər bir bənddə isə Gürcüdən Kəlbin adını çəkmiş olur. Yəni yalnız bir bəndindədir. Bəndin daxilində müxtəlif heyvan adlarının çəkilməyi. Müxtəlif dağların vəziyyətini müəllif dağların vəziyyətini gördükdə gözündən axan yaşın balıqal təsvir etmişdir. Bəli, doğrudur. Deyir ki, görəndə gözümdən car oldu sellər. Əsərin yalnız bir bəndində bədii sualdan istifadə edilmişdir. Xeyli yalnız bir bəndində deyil. Məsələn, hanı mən gördüyüm qurğub satlar var, hanı bir aylaqda yayılan illər var. Hansı fikir doğru deyil?
Dağların qəm-qüssəni aradan qaldırdığına toxunulmuşdur. Birinci dağlar, bəli, doğrudur. Deyir ki, dağıdır möhnəti məlalı dağlar. Yəni deyir ki, da bəs dağlar deyir ki, insanda olan o qəm-qüssəni dağıtmış olur. Dağların hiddətləndiyi təsvir edilmişdir. İkinci dağlar bu yanlışdır. Çünki o ikinci yox, birinci dağlardadır. Orada qeyd olunur ki, müəllif deyir ki, gahdan qeyzə gələr, yəni hiddətlənir. O birinci dağlara aid, ikinci dağlara yox. Rədif əsasına adlandırılıb, bəli, hər ikisi. Dağların şaha baş əymədiyindən danışılır. Birinci dağlar, bəli, doğrudur. Deyir ki, bəs Sərdara sözləməz, şaha baş əyməz. Müraciət obyekti kimi yalnızca dağlar sözündən istifadə edilmişdir. Birinci dağlar, bəli, doğrudur. Belə ki, ikinci dağlar qoşmasında eyni zamanda dəli qoşqar sözündən də müraciət obyekti kimi istifadə edilibdir. Deməli, cavab oldu B variantı. Belə yoldaşlar, bu qədər dinləyərsiniz. Nəsə qaranlıq qalan olsa, sualınız olsa deyərsiniz, müzakirə edərsiniz. Sağ olun.